Göyçayda 27 sentyabr Anım Günü qeyd olunub. 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Göyçay rayonunda vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Anım mərasimi Göyçay rayon Şəhidlər Xiyabanında təşkil olunub. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, 27 sentyabr Azərbaycan xalqının yaddaşına həm hüzün, həm də qürur günü kimi həkk olunub. O qeyd edib ki, 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin fədakarlığı və vətənpərvərliyi tariximizin şanlı səhvələrində daim yaşayacaq. İcra başçısı həmçinin Şəhidlər Xiyabanında aparılmış yenidən qurma və abadlıq işləri barədə məlumat verib. Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Deputatlar Sabir Hacıyev və Məzahir Əfəndiyev də çıxış edərək şəhidlərin qəhrəmanlığından, Azərbaycan xalqının və ordusunun birliyi nəticəsində əldə olunan zəfərdən danışıblar. Qeyd olunub ki, şəhidlərin canı, qanı bahasına işğaldan azad edilən torpaqlarda bugün üç rəngli bayrağımız dalğalanırsa, bu onların əbədi qəhrəmanlığı sayəsində mümkün olub. Tədbirin davamında mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə tər güllər düzüblər. Şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların qayğıları dinlənilib. Anım tədbiri çərçivəsində həmçinin ağac əkmə aksiyası təşkil olunub. Xiyabanda şəhidlərin xatirəsinə müxtəlif növ ağaclar əkilib və onların adlarını əks etdirən lövhələr quraşdırılıb. Saat 12:00-da Respublika üzrə olduğu kimi Göyçay rayonunda da şəhidlərin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik. Etibar Bəşirov, Göyçay naminə.